Ruh missiyama uyan şəxsi dua. Bismillahirrahmanirrahim. Ey vahid həqiqət, məni yaradan, məni bilən və məndə təcəlli edən ilahi nur, mən bu anda öz ruh missiyamı sevgi ilə qəbul edirəm. Mənə əmanət edilən nuru yer üzünə sağlam, təmiz və faydalı şəkildə endirməyə niyyət edirəm. Qəlbimi hikmətlə doldur, sözümü şəfa et, addımlarımı sabit və doğru eylə. Mən daşıyıcıyam, amma yük deyiləm. Mən xidmətçiyəm, amma qurban deyiləm. Mən verərkən tükənmirəm, çünki mənbəyim sənsən. Rahimimdə yaradan gücü oyat, ürəyimdə mərhəməti balansla saxla, boğazımda həqiqəti qorxu olmadan ifadə etməyə icazə ver. Mənim sözüm dua olsun, dua halım həyat olsun. Kimə toxunuramsa, orada sakitlik, güvən və yol açılsın. Öz dəyərimi bilməyi, öz sərhədimi qorumağı, öz işığımı gizlətmədən parlatmağı mənə öyrət. Ey ilahi mənbə, məni öz nurunun yer üzündəki körpüsü et, amma məni öz sevginlə qoru. Nəfsim deyil, ruhum rəhbər olsun. Qorxu deyil, sevgi yol göstərsin. Mən buradayam. Xidmətim sənədir. Axışım səndəndir. Şükürlər olsun. Amin.